adlandırıb Şərh-ü Sünnə. Kitabın adı Şərh-ü Sünnədir. Yəni sünnənin şərhi. Sünnə yəni İslamın, yəni əqidənin. Sünnə deyil, hansı ki müstəhəb, sünnə, vacib. O sünnədən deyil, hansılar ki usullar istifadə edir, usul alimləri. Burada sünnə gedir, yəni etiqad. Etiqadın şərhi. Əhl-i sünnənin etiqadın şərhi. Aleykümselam. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem nə gəlib, onun şərhi. Kitab etiqad məsələlərinə toxunur. Etiqad məsələlərinə toxunur. Sonra fikri məsələlərə toxunur. Lakin sual verə bilərsiniz ki, fiqh ayrıdır, etiqad ayrıdır. Lakin fikri məsələlər nə üçün etiqadda qeyd edirlər? Məsələn, elə fikri məsələlər var ki, etiqad kitablarında onu qeyd edirlər, əhl-i sünnə. Səbəb nədir? O vaxt ki, inkar eləməyə başladılar. Məsələn, xofun üstündən məhz çəkmək, məhz məsələsi. İnkar olundu, mühüm olduğuna görə saldılar əqidənin yanına. Və ya siğə, muta. O vaxt ki, inkar edildi haramlığı, etiqad kitablarına salındı ki, haramdır qiyamətəcən. Yəni, var bəzi fikri məsələlər etiqad kitablarında qeyd olunur. Və sünnənin də yeri böyükdür. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem yolu, Peyğəmbər sallallahu aleyhi ve sellem olmadan biz Allahı düzgün tanıya bilmərik. Quranı başa düşə bilmərik düzgün. Ona görə Əli ibn Əbi Talib radiyallahu anh İbn Abbas ki o vaxt ona dedi ki, gedim xavariclərlə danışın, bəlkə döndülər. Rəhməkallah, bəlkə döndülər. İbn Abbas, Əli nə dedi? Gördü ki, İbn Abbas israr eləyir. Dedi ki, get, amma Qurandan dəlil gətirim onlara. Ne üçün? Çünki Quran çox mənalıdır. Quran müxtəsərdir axı. Quran müxtəsərdir. Düzdür, Quranda hər şeyin əsli var. Ancaq təfsilatı yoxdur. Təfsilatı havalə edib Peyğəmbər sallallahu aleyhi ve sellemə. Allah. Ona görə Əli radiyallahu anh deyir ki, gedirsən, amma Qurandan dəlil gətirmək, çünki Quran çox mənalıdır. Deyəcəksən, elhamdülillah Rabbil Alemin, deyəcəklə batili mənasında odur ki, məsələn, filankəs xəlifə olmalıdır. Deyirsən, amma belə deyir, axı, burada yazılıb, elhamdülillah Rabbil Alemin, deyir, yox, bu batili mənasıdır. Hər 7 dənə batin var, hər batinin də 70 dənə batini. Tunel, metro. Nə istəyirsən, de. Nə istəyirsən, de. Desələr, etiraz eləsələr, deyəcək, batili mənasıdır.